El-Məun surəsində nə deyir? Deyir, vaylul lil musallin. Deyir, vay olsun namaz qılanların halına. Yəni, Allah subhanahu demədi, burada qardaşlar ki, vay olsun namaz qılmayanların halına. Vay olsun namaz qılanların halına. O şəxslər ki, yəni namazlarına səhlənkar yanaşarlar. O şəxslər ki, vaxtında qılmazlar və yaxud da ki, ərkanlarını yerinə yetirməzlər, sünnələrini yerinə yetirməzlər və yaxud da namazdadırlar, qəlbləri isə başqa yerdədir. Yəni, necə bilirsiniz ki, yəni, xuşu barəsində danışsaq, bu alimlər arasında ixtilafdır. Amma bəzi qismi deyib ki, hətta belə xuşu yoxdursa namaz batil olur ümumiyyətcə. Namaz qayıdır, təzədən qayıtılmalıdır. Amma cümhur o rəydədir ki, namaz yəni batil olmur, amma insan o ki gözləyir qiyamət günü savab qazanacaqdır. O olmayacaqdır ona. Sadəcə olaraq elə bil ki, onun üzərindən yalnız fərzlik düşür. Ki, yəni bu fərzi yerinə yetirdi. Yəni təzədən qaytarmağa ehtiyac yoxdur. Yəni insan qardaşlar, baxın, bugün gündə deyirik ki, necə özümüzü qoruyaq çöldə? Qardaş, sən özünü, mən özümü necə qoruya bilərəm ki, sən namazda özünü qoruya bilmirsən? Namazda sən Allah subhanahu wa ta'ala ilə üzbəyiz olduğun halda, Allahın hüzurunda olduğun halda, namaz nədir? Allahdan danışmaqdır. Allahın qarşısında olduğun halda sənin fikrin başqa yerdədir. Necə olacaq ki, sən fitnə olarkən və yaxud da hansı bir bazara daxil olarkən və yaxud da hansı fitnə olan yerə daxil olarkən necə özünü qoruyacaqsan bəs? Biz nə etməliyik birinci? Birinci namazımızı düzəltməliyik. Hansı ki, ən böyük rabitədir. Hansı ki, sənin gündəlik olan mənim ölçümdür. Nədir? Namaza baxacaqsan. Sən bilmək istəyən halını Allah subhanahu wa ta'ala ilə. Nələr səni gözləyir? Bax namazına. Bax namazına, qardaşlar.